Fatih Sultan Mehmet'in hayatı. İkinci Mehmet 1432-ci ildə martın 30-da Edirne şəhərində anadan olmuşdur. O 2-ci Muradın oğludur və Osmanlı tarixinin ən məşhur hökmdarlarından biri hesab olunur. Mehmet uşaqlığından yaxşı təhsil almışdır. O ərəb, fars, türk, yunan və latın dillərini öyrənmişdir. Tarixi, elmə və hərb sənətinə böyük maraq göstərirdi. Müəllimləri onun çox ağıllı və istedadlı olduğu qeyd edirdilər. 1444-cü ildə cəmi 12 yaşında olarkən ilk dəfə Osmanlı taxtına çıxmışdır. Lakin dövlətin çətin vəziyyətinə görə atası 2-ci Murad yenidən hakimiyyətə qayıtmışdır. 1451-ci ildə 2-ci Murad vəfat etdikdən sonra Mehmet ikinci dəfə taxta çıxmış və Osmanlı dövlətinin sultanı olmuşdur. Biraz uzaktan tutun, biraz uzaktan tutun. Yaxşı. Aya, videoda diye. Sultan Mehmet'in en büyük məqsədi Konstantinopol şəhərini fəth etməkdir. Bunun üçün böyük hazırlıq gördü. Güclü ordu yarattı və nəhəng toplar düzəltdirdi. 1453-cü ildə Konstantinopolun müharibəsi başladı. Təxminən 2 ay davam edən döyüşlərdən sonra 29 may 1453-cü ildə şəhər fəth edildi. Bu hadisə dünya tarixinin ən mühüm hadisələrindən biri hesab olunur. Konstantinopolun fəthindən sonra Sultan Mehmet Fatih adını aldı. Şəhər sonradan İstanbul adlandırıldı və Osmanlı dövlətinin paytaxtına çevrildi. Fatih Sultan Mehmet yalnız döyüşçü değil, o elmə, mədəniyyətə və incəsənətə böyük əhəmiyyət verildi. İstanbulda mədrəsələr, məscidlər, kitabxanalar və müxtəlif ictimai binalar tikdirmişdir. Onun dövründə Osmanlı dövləti daha da güclənmiş və genişləmişdir. O Balkanlarda Anadolu və Karadeniz'in bir etrafında birçok torpaqları Osmanlı dövlətinə qatmışdır. Beləliklə Osmanlı imperiyası dünyanın en qüdrətli dövlətlərindən birinə çevrilmişdir. İkinci Mehmet 1481-ci il mayın 3-də vəfat etmişdir. O İstanbul şəhərində dəfn olunmuşdur. Fatih Sultan Mehmet tarixdə böyük sərkərdə, uzaqgörən hökmdar və İstanbulun Fatihi kimi yadda qalmışdır. Onun adı bu gün də hörmətlə anılır və dünya tarixinin en məşhur hökmdarları sırasında gösterilir.